Sən sarşı ilə bişirəsən, vəli bilmirsən, bir peymanə düyüyə nə qədər su və nə qədər şəkər vurasan və neçə nəfəri görər. Bu posta axirətsən bax. Düyümüz behter odur ki, nimdana ola. Düyümüzü yuyandan sonra hər peymanə düyüyə 7 peymanə su niyazdır. 2 saat isladarıq, biraz da gülab tökərik. 2 saat islanandan sonra o suyla bahəm bişiririk. Bu fasilədə xilal badamı gülabla isladarıq. Düyümüz açılana qədər da su tökmərik. Zəfranımızı şəkərdən qabaq tökərik. Çünki şəkər qoymaz zəfranımız rəh verər. Zəfranla biraz qeynadarıq. Hər peymanə düyümüzə 2 peymanə də şəkər tökərik. Bu mərhələdə xilal badam ki gülabla islatmışdıq izafə elərik. Biraz da ərəqi hel. Axırda çərə vururuq ta sarşiləmiz soğuyandan sonra üzü çatlamasın. Biraz da maya yağ ta sarşiləmiz bərraq olsun. Sarşiləmizin ki qəvamı bu həddə gəldi. Dəmkonu qoyarıq, yarım saat qalar. Bu da bizim sarşiləmiz ki bir peymanə düyüdən 10 piyala sarşilə çıxdı.